Salam. Təsəvvür elə, ağzında silah var. Çox qorxunc bir mənzərədir. Hə, özü də soyuq metal bir lülə. Və bu lüləni tutan adam sənin ən yaxın dostun, həyatındakı bəlkə də inandığın yeganə şəxs Tyler Durden'dür. Dəhşətdir. Sən dünyanın ən hündür binalarından birinin, yəni o Parker Morris binasının damındasan və düz ayaqlarının altında binanın sütunlarına yerləşdirilmiş partlayıcıların saniyə ölçəni sıfıra doğru gedir. Bir neçə saniyədən sonra hər şey çökəcək. Ay sağ ol. Yəqin ki, sən bu səhnəni çox yaxşı bilirsən. Chuck Palahniuk'in o məşhur döyüş klubu dünyası. Çox sarsıdıcı bir başlanğıcdır həqiqətən. Elədir. Amma bugün biz qarşımızdakı qeydləri, yəni əsərin fəlsəfəsini, o psixoloji qatlarını incələyən, o Fransa nəşrindən olan materialları ələk-vələk edəndə fərqli bir şey edəcək. Yəni sadəcə süjeti danışmayacağıq. Dəqiq. Məqsədimiz hekayəni sənə yenidən danışmaq deyil. Biz bugün çox dərin bir baxış edəcəyik. O partlayışın əslində niyə qaçılmaz olduğunu araşdıracaq. Müasir insanın o saniyə ölçəni necə öz əlləri ilə işə saldığını tapmağa çalışacağıq, düzdür? Tamamilə. Çünki əsl sual budur. Niyə dəniz kənarında rahat bir evdə yaşamaq şansın, nə bilim isti qəhvə içmək şansın varkən, sən öz həyatını ağzında silahla yekunlaşdırmaq istəyərsən? Özü də dağılan bir binanın damında. Hə. Nə baş verdi ki, biz bu qədər qırıldıq? Okey, bu sualla da başlayırıq. Gəl birinci bununla razılaşaq ki, bilirsən, bu qırılma elə-belə birdən-birə baş vermir. Yəni saniyələr içində olan bir şey deyil. Qətiyyən, həmin o damdakı səhnə əslində 10 illərlə davam edən, yavaş-yavaş içimizi gəmirən bir böhranın partlayış nöqtəsidir. Nəticəsidir. Ay sağ ol, materiallara baxanda çox aydın görünür ki, ağızdakı o silah sadəcə fiziki bir təhdid deyil. Bəs nədir? O bir oyanış zəngidir. Çünki insanın gündəlik həyatı o qədər uyuşdurucu, o qədər sterildir ki... Hə, səhər oyan, işə get, e-maillərə cavab ver. Düzdür, evə gəl, yat və bunu 10 illərlə təkrarla. Bir müddət sonra beyin artıq yaşadığını unudur. Robotlaşır insan. Elədir və sən yalnız ağzındakı o metalın dadını hiss edəndə, yəni yalnız ölüm qorxusu beyninə siqnal göndərəndə həqiqətən həyatda olduğunu dərk edirsən. Bax, elə problem də məncə tam olaraq buradan başlayır. Bizim o baş qəhrəmanın hekayənin əvvəlindəki halını xatırlayırsan da? İnsomnia, yəni yuxusuzluq dövrü. Hə, xroniki yuxusuzluqdan əziyyət çəkir. Amma bilirsən mən nə düşünürəm? Nəyi? Mənə görə bu yuxusuzluq tibbi bir problem deyil. Bu, onun ruhunun komada olmasıdır. Sən də yəqin ki, bəzən həyatında heç nəyin baş vermədiyini, hər günün bir-birinin kopyası olduğunu hiss etmisən. Qəhrəman özü də bunun kopyanın kopyasının kopyası adlandırır. Ay sağ ol. Və o, bu qorxunc boşluğu nə ilə doldurmağa çalışır? IKEA mebelləri ilə. Kataloqlardan çıxmır. Hə, hansısa Nürunda stolu, nə bilim, Johannes Schoff kreslosu. Yəni, həyatı o qədər mənasızdır ki, o mənsubiyyət hissini bir mebel kataloqunda axtarır. Saxta bir rahatlıq yaradır. Dəqiq. Bu sanki şey kimidir. İnsanın qolu qırılıb, sümüyü çöldədir, amma o gedib yaranın üzərinə çox bahalı, rəngli bir yara bandı yapışdırır. Gözəl bir bənzətmədir. Sənə elə gəlmirmi ki, biz də bugün reallıqda eyni şeyi edirik? Amazon Prime'da heç ehtiyacımız olmayan əşyaları sifariş edirik. Sadəcə paketi açmaq zövqü üçün. Hə, sırf o qapının zəngi çalınanda içimizdəki boşluq bir anlıq, bircə anlıq dolsun deyə. Dəqiq olaraq elədir. Amma gəl məsələyə biraz da bioloji və psixoloji tərəfdən baxaq. Necə yəni? Bilirsən, insan beyni 1000 illər boyu təhlükə ilə, təbiətlə mübarizə ilə formalaşıb. Biz meşədə sağ qalmaq üçün proqramlaşdırılmışıq. Hə, yəni instinktlərimiz vəhşidir. Düzdür, amma sən o beyni götürüb təhlükəsiz kondisionerli bir ofisə qoyanda, ona ancaq qəzaların riyazi statistikasını hesablatdıranda, beyin özünə süni bir təhlükə və ya süni bir məqsəd yaratmağa başlayır. Yəni o IKEA sindromu dediyimiz şey. Ay sağ ol, o nesting, yəni yuva qurmaq instinkti, əslində insanın həyatı üzərində saxta bir nəzarət qurmaq cəhdidir. Beyin düşünür ki, əgər mənim evimdə hər şey mükəmməldirsə, deməli həyatım da mükəmməldir. Amma öz yalanına inanmır. Təbii ki, inanmır. Buna görə də yata bilmir. Beyin daima təşvişdədir. Və yadındadırsa, həkimin ona yuxu dərmanı verməkdən imtina etməsi səhnəsi var. Hə, həkim ona deyir ki, əsl acı görmək istəyirsənsə get,
xəstələrin dəstək qruplarına. Bax o, əslində çox qəddar, amma çox dəqiq bir diaqnozdur. Və qəribəsi odur ki, o həqiqətən də gedir. Biz hamımız xatırlayırıq, o xaya xərçəngindən əziyyət çəkən kişilərin qrupuna qoşulur. O məşhur kişilər həmişə birlikdə toplantısı. Ha. Və orada Bobla qarşılaşması. Bob keçmiş bodybuilderdir. Vaxtilə testosteron simvolu olan böyük bir adamdır. Amma indi hormon terapiyasına görə sinəsində qadın döşləri yaranıb. Çox faciəvi personajdır. Elədir. Bizim qəhrəman isə tamamilə sapsağlamdır. Heç bir xəstəliyi yoxdur. O sadəcə gedir və Bobun o nəhəng sinəsinə başını qoyub hönkür-hönkür ağlayır. Bax, burada mən dayanıb düşünürəm. Nəyi düşünürsən? Yalnız bu saxtakarlığı edəndən sonra o gedib uşaq kimi yata bilir. Bu niyə belədir axı? Bu kəsində açıq-aşkar emosional vampirlidir. Çox kəskin səslənir amma... Amma elədir də. O başqalarının real ölüm qorxusundan qidalanaraq özünə necə rahatlıq tapa bilər? Özünü necə bu qədər egoist apara bilər? Çünki bilirsən, o dəstək qrupları qəhrəmanın həyatındakı yeganə səmimi, filtrlənməmiş məkandır. Səmimi. Hansı mənada? Yəni, cəmiyyətdə hamı bir-birinə rol oynayır da, ofisdə güclü, evdə xoşbəxt, görünməlisən, maskalarla yaşayırıq. Amma sən ölümün astanasındasansa, tutaq ki, o qruplardakı insanlar kimi doğrudan da öləcəyini bilirsənsə, sənin artıq maskalara ehtiyacın qalmır. Hə, yəni sənin dərdin hansı xalçanı həyinginin divana uyğun gəlməsi olmur. Dəqiq. Xloya adlı xarakteri yada sal. Qadın ölüm ayağındadır və tək istədiyi odur ki, kimsə ona toxunsun. Ölməmişdən əvvəl bir dəfə də olsun həqiqi ehtirası hiss etsin. Çox ağır bir istəkdir. Bu elə fransızların o la petite mort, yəni kiçik ölüm dediyi hissdir. Qəhrəman əslində o xəstələrin acısından yox, onların reallığından qidalanır. Çünki ölümün olduğu yerdə yalanlar bitir. Ay sağ ol, qəhrəman həmin o real mühitə girəndə, o otaqdakı səmimiyyəti görəndə beynindəki o səs-küy sönür və nəhayət rahat yata bilir. Amma gəl razılaşaq ki, bu saxta cənnət uzun çəkmir. Çünki Marla gəlir. Hə, səhnəyə Marla Singer daxil olur. Sən və mən çox yaxşı bilirik ki, Marla da eyni ilə qəhrəman kimi sap-sağlamdır. Turistdir. Sadəcə əylənmək ya da vaxt öldürmək üçün gəlir. O sadəcə qruplara gəlir, arxada oturub siqaret çəkir və insanları izləyir. Amma Marlanın o soyuq, veçsiz baxışları hər şeyi məhv olur. Sehir pozulur sanki. Düzdür. Qəhrəmanın yenidən yuxusuzluğa düçar olmasına səbəb olur. Niyə? Çünki sən özünə yalan danışa bilərsən, amma sənin yalanına şahidlik edən başqa bir yalançı olanda o illüziya dözülməz olur. İki saxtakar bir otağa sığmır. Ay sağ ol. Və təbii ki, digər tərəfdən Tyler peyda olur. Bax, burada həmişə məni düşündürən bir sual var. Nədir o? Materiallara da baxanda ümumiyyətlə bir çox təhlillərdə deyilir ki, Marla və Tyler eyni medalın iki üzüdülər. Yəni, hər ikisi qəhrəmanın həyatına kənardan daxil olan xaosdur. Biri qadın forması, biri kişi forması. Sən də bu materialları oxuyanda eyni qənaətə gəldinmi? Əslində, mən bu fikirlə heç razı deyiləm. Doğrudan? Niyə ki? Çünki onları eyni medalın iki üzü adlandırmaq biraz səthi yanaşmadır. Mənə görə onlar tamamilə fərqli qütblərdir. Marla reallığın özüdür. Amma çirkin bir reallıq. Bəli, çirkin, ümidsiz, siqaret qoxuyan, lakin tamamilə həqiqi bir reallıq. O qəhrəmana sadəcə güzgü tutur, pasiv şəkildə onu narahat edir. Tyler isə... Yəni? Tyler illüziyadır. Saf illüziyadır. Tyler aktivdir, dağıdıcıdır və qəhrəmanın heç vaxt olmağa cəsarət etmədiyi hər şeydir. Diqqət etmisənsə, Marla qəhrəmanın o cılız yalanlarını ifşa edəndə, qəhrəman bu reallıqla üzləşmək əvəzinə tam başqa bir şeydir. Qaçır. Beynində ən radikal qaçış planını, yəni Tyler yaradır. Bir dəqiqə. Deməli, sən deyirsən ki, Tyler əslində qəhrəmanın Marlanın gətirdiyi o acı həqiqətdən, o passivlikdən qaçmaq üçün yaratdığı bir qorunma mexanizmidir. Dəqiq belədir. Maraqlıdır. Çox maraqlıdır. Çünki Tylerin ilk işi nə olur? Qəhrəmanın o çox sevdiyi, qürur duyduğu, min bir əziyyətlə yığdığı Ikea mənzilini partlatmaq. Tamamilə yox etmək. Hə. Polis deyir, qaz sızmasıdır, freondur, nə bilim, dinamitdir. Amma nə fərqi var? Fakt odur ki, ev yoxdur, külə dönüb. Azadlığın ilk addımı. Və qəhrəman evsiz qalanda, Tylerlə o məşhur bardakı görüşündə Tyler ondan ilk nəyi istəyir?
Deyir ki, məni bacardığın qədər bərk vur. Çox ikonik bir səhnədir. Bax, bu detal o qədər sarsıdıcıdır ki. Yəni, niyə qucaqlaşmaq yox? Niyə təsəlli vermək yox? Niyə məhz fiziki zərbə? Çünki fiziki acı insanı bu ana, yəni məhz bu saniyəyə qaytaran yeganə şeydir. Mənzilin partlaması sadəcə maddi bir itki deyil axı. Bəs nədir? Tyler fəlsəfəsinin ən məşhur cümləsini xatırla. Deyir ki, sahib olduğun əşyalar sonda sənə sahib olur. Quluna çevrilirsən. Elədir. Sən o bahalı divanı alırsan və sonra bütün həyatına o divanın kirlənməməsi, cızılmaması üçün yaşamalı olursan. Evin partlaması qəhrəmanın o maddi zəncirlərdən, o saxta təhlükəsizlik hissindən qoparılmasıdır. O zaman zərbə istəməsi də Bir növ reanimasiyadır. İnsan illərlə kompüter arxasında keyiyəndə bədəninin sərhədlərini unudur. Zərbə sənə deyir ki, bax, sən burdasan. Sənin qanın axır, sənin sümüyün sızmayır, sən hələ ölməmisən. dəhşətli bir terapiya üsuludur. Amma işə yarayır. Deməli, ev getdi, amma sadəcə evsiz qalmaq insanın beynindəki o korporativ proqramlaşdırmanı sındırmaq üçün kifayət etmir. Ona daha sarsıdıcı, daha davamlı nəsə lazım idi. Və biz döyüş klubuna gəlirik. Ay sağ ol. O məşhur avtodayanacaq səhnəsinə gəlib çıxırıq. Döyüş klubunun yaranması. Qaydaları hamımız əzbər bilirik yəqin ki. Birinci qayda döyüş klubu haqqında danışmaq olmaz. İkinci qayda da eynidir. Köynəksiz, ayaqqabısız döyüşmək və ən əsası ilk gecəndirsə mütləq döyüşməlisən. Amma məni düşündürən başqa bir şey var, bilirsən? Nədir səni düşündürən? Bu yeraltı zirzəmilərə yığışan adamlar əslində kimlərdir? Bunlar cəmiyyətdə özünü təsdiq edə bilməyən, qadınlar tərəfindən, yəni atasız böyüdülmüş bir nəslin kişiləridir. Öz kimliklərini itirmiş insanlardır. Dəqiq. Onlar özgüvənlərini televiziyanın onlara sırıdığı o tüksüz sinəli modellərdə yox, bir-birlərinin üzünü darmadağın etməkdə tapırlar. Amma döyüş klubundan kənarda da Tylerin bir planı var. O xidmət sektorundakı gizli terror. Xidmət sektorundakı o gözə görünməz terror. Ailə filmlərinin arasına porno kadrlar yerləşdirmək. Kinoteatr səhnələri, Ya da zənginlərin şorbalarına işəmək, ətirlərinə tüpürmək. Bilirsən, mən həmişə qəribə gəlir. Bəzi insanlar bunu çox böyük bir inqilab kimi görürlər. Səncə deyil? Gəl biraz real olaq da. Sən doğrudan düşünürsən ki, kimsə hansısa zənginin şorbasına tüpürəndə bu kapitalizmi sarsıdır? Mənə görə bu sadəcə diqqət çəkmək istəyən yeniyetmə aqressiyasından başqa bir şey deyil. Xırdaçılıqdır. Xarici görünüşündən baxanda tamamilə haqlısan. Yəni doğrudan da çox iyrənc və xırdaçı bir intiqam forması kimi görünür. Lakin sən bunun arxasındakı fəlsəfəni qaçırırsan. Yəni burada necə bir dərin fəlsəfə ola bilər ki? Mətnin bizə vermək istədiyi mesaj başqadır. Bu hərəkətlər kapitalizmi iqtisadi olaraq məhv etmir, bəli. Amma kapitalizmin o inam strukturunu, o təhlükəsizlik illüziyasını qırır. Necə yəni illüziyanı qırır? Bu, sinfi mübarizənin ən radikal növüdür. O, zəngin adam restoranda oturub $500 şorba içəndə düşünür ki, pulla dünyadakı hər şeyi nəzarətdə saxlaya bilər, o toxunulmazdır. Taylor isə ona, daha doğrusu öz tərəfdarlarına sübut edir ki, əsl güc pulla ölçülmür. Əsl güc o şorbanı sənə gətirən, sənin zibilini atan, otağını təmizləyən o görünməz adamların əlindədir. Yəni biz sizin hər yerinizdəyik mesajı verirlər. Ay sağ ol. Biz sənin paltarını yuyuruq, yeməyini bişiririk. Bu hərəkətlər sistemə maddi ziyan vurduğundan daha çox həmin o əzilən sinfə bir növ hakimiyyət hissi verir. Onlar başa düşürlər ki, sistem o qədər də qüsursuz deyil. Bir dəqiqə, elə bu nöqtədə qəhrəmanın öz rəhbərini ofisdə necə qorxutduğunu xatırla. O kopyalama aparatı səhnəsi mükəmməldir. Kağızların üstündəki o qan donduran qaydalar və silahlar, Armalit AR-80, nə bilim JR-68 haqqında necə soyuqqanlı danışır müdirinə. O an sən görürsən ki, qorxudan titrəyən rəhbərdir. Qalstuklu sıradan işçi yox. Bax, bu detal həqiqətən dəhşətlidir. Çünki sistemin o müdirə verdiyi yeganə güc qəhrəmanı işdən qovmaq təhdididir. Qəhrəman isə o işə, o maaşa dəyər verməyəndə müdirin bütün gücü əlindən alınır. Çünki itirəcək heç nəyi qalmayıb. Yaxşı, tutaq ki, zirzəmidə bir-birini döydülər, ofisdə terror etdilər, bəs sonra? Çünki döyüş sadəcə ilkin mərhələdir. Acını hiss etmə insanı oyadır, bəs onu necə yenidən formalaşdırır? İşin daha da tündləşdiyi yer məhz buradır. Və burada biz bu qaranlıq hekayənin ən fəlsəfi, eyni zamanda
ən iyrənc metaforasına gəlib çıxırıq. Sabun. Bəli, sabun. İndi onlar Paper Street'dəki o xaraba, yağışın içəri yağdığı, hər yerdə köhnə Reader's Digest jurnallarının olduğu evdə yaşayırlar. Çox depressiv bir evdir. Hə. Və Marla ilə Tyler arasındakı o qəribə cinsi münasibət fonunda biz öyrənirik ki, Marlanın anası öz bədənindən, ayaqlarından çəkilmiş insan yağını soyuducuda saxlayır. Kollagen. Gələcəkdə dodaqlarına vurdurmaq üçün. Dəhşətdir. Və Tylerlə qəhrəman neynir? O insan yağından sabun bişirib, aparıb lüks mağazalarda zənginlərə minlərlə dollara satırlar. Sən də bəzən hiss etmirsən ki, bugün reallıqda da böyük şirkətlər eyni şeyi edir. Necə yəni eyni şeyi? Yəni, bizim enerjimizi, vaxtımızı, sağlamlığımızı bizdən alırlar. Sonra onu qablaşdırıb, özümüzə dərman və ya belə lifestyle məhsulu kimi qat-qat baha qiymətə satırlar. Mükəmməl tutmusan. Bu sadəcə iyrənc bir hekayə detalı deyil. Bu, bütövlükdə müasir istehlakçılığın mərkəzi metaforasıdır. Cəmiyyətin ironiyasıdır. Ay sağ ol, insanlar zənginləşmək üçün bədənlərini, ruhlarını korlayırlar, sonra isə eyni bədəni təmir etmək üçün qazandıqları o pulları sistemə geri qaytarırlar. Qüsursuz bir dairədir. Hə, onlar sözün əsl mənasında zənginlərin özlərindən çıxan o yağı, yəni o kökəlməyi, artıqlığı götürüb saflaşdırır və onlara təmizlik simvolu kimi satırlar. Amma məncə sabun səhnəsinin ən vacib nöqtəsi satış hissəsi deyil. Bəs hansıdır? Bişirilmə prosesi, xüsusilə də o kimyəvi yanıq səhnəsi. Ay sağ ol, mən də oraya gəlmək istirdim. Çox ağır səhnədir. Taylor sabun bişirərkən qəhrəmanın əlinin üzərinə kaustik soda, yəni lay, o qələvi tökür. Dəhşətli bir reaksiyadır. Hə, dəhşətli bir yanıq başlayır və qəhrəman ağrıdan qaçmaq, fikrini başqa yerə yayındırmaq üçün meditasiya etməyə, başqa şeylər düşünməyə çalışır. Amma Tyler qoymur. Taylor onu vuraraq deyir ki, yox, ağrıya bax, onun sənə necə daxil olduğunu hiss et və işin ən psixopat tərəfi odur ki, yanıq Tylerin onun əlini öpməsindən dərhal sonra baş verir. Bəli, yara o öpüşün formasını alır. Yəni, bir dəqiqə sən doğrudan düşünürsən ki, bu cür əzab vermək bir fəlsəfədir, insanın əlini yandırmaq ona hansı azadlığı verə bilər ki? Mənə elə gəlir ki, bu artıq inqilab deyil, bu sadəcə qəddarlıqdır. Əgər sən buna sadəcə bir işgəncə kimi baxsan, bəli, qəddarlıqdır. Lakin Tylerin fəlsəfəsinin məğzini anlamaq lazımdır. Biz bayaq nə dedik? Müasir insan daima qaçır. Hə, problemlərdən, reallıqdan. Emosional boşluqdan qaçır, qocalmaqdan qaçır, ölümdən qaçır. Kimyəvi yanıq səhnəsi isə çox sərt, məcburi bir mindfulness, yəni anı yaşama praktikasıdır. Məcburi meditasiya. Dəqiq, Taylor orada bir şey danışır. Deyir ki, qədim dövrlərdə ilk sabun çay kənarında tanrılara qurban verilən insanların yandırılmış yağının küllə qarışmasından yaranıb. Yəni sabun üçün də qurban lazımdır. Mesaj çox aydındır. Sən özündən nəsə qurban vermədən, tamamilə yanmadan, məhv olmadan təzələnə bilməzsən. Sən qorxularınla, xüsusən də ölüm ehtimalı ilə üzləşməlisən. Yəni o ən dibə vurmalısan. Ay sağ ol. İnsan ən dərin dibə, o rock bottom dediyimiz nöqtəyə vurmadan nəyisə sıfırdan inşa edə bilməz. Özünü yalandan təsəlli etməyi dayandır, acı oradadır və sən onu qəbul etməlisən. Dərin dibə vurmaq. Bax, bu nöqtədə hekayənin ən sarsıdıcı həqiqəti üzə çıxır axı. O böyük sir. Hə, çünki qəhrəman o dibə vurduğu an, o fiziki ağrının və xaosun tam ortasında o dəhşətli faktı dərk edir. Onun o çox sevdiyi, qürur duyduğu mənzilini partladan sistem, polis və ya qaz sızması deyildi. Xeyr. Evini partladan elə Tylerin özüymüş. Yəni o, öz kafesini, öz həbsxanəsini bilərəkdən, öz əlləri ilə məhv edibmiş ki, nəhayət oyanıb azad ola bilsin. Sən hər şeyi itirməsən, hər şeyi qazanmaq şansın yoxdur. Tamamilə düzgün nəticədir. Və bilirsən, bu bizim o başlanğıcdakı mənzərəyə, o damdakı səhnəyə yenidən işıq salır. Necə yəni? Qəhrəmanın passiv, yata bilməyən, həyatını mebellərlə ölçən bir istehlakçıdan necə bu fəal, bədəni yara-bərə içində olan və damda partlayışı gözləyən birinə çevrilməsini izah edir. Kəskin bir transformasiya. Bəli, bu materiallar bizə rahatlığımızın əslində necə təhlükəli bir tələ olduğunu sübut edir. Komfort bizi qorumur, əksinə bizi keydiyir, ancaq illüziyalarımızı məhv etdiyimiz zaman
sahib olduqlarımızın əslində bizə sahib olduğunu anladığımız zaman azadlığın nə demək olduğunu hiss edə bilərik. O azadlıq çirkli ola bilər, qaranlıq və bəzən dağıdıcı ola bilər, amma ən azından həqiqidir. Bəli, həqiqi və bir o qədər də qorxuducu. Bax, bütün bu mənbələri vərəqləyəndə, bu ağır fəlsəfənin içindən çıxanda mənim beynimdə daim eyni sual fırlanır. O hansı sualdır? Və mən bu sualı elə sənin üçün, yəni bizi dinləyənlər üçün burada qoyub getmək istəyirəm. Sən bəlkə də heç vaxt özünə bu qədər dürüst etiraf etmək istəməmisən, amma bir anlıq düşün. Hə? Səni sən edən şeylər əslində nələrdir? Dostlarına göstərdiyin o bahalı telefon, kreditlə aldığın avtomobil, qapısının kilidinə 2 dəfə baxdığın o təhlükəsiz ev, yoxsa sosial şəbəkələrdəki statusun? Çox yaxşı sualdır. Əgər bugün elə bu axşam böyük bir partlayış olarsa və sən cəmiyyətə öz kimliyini sübut edəcəyin bütün o maddi əşyaları, bütün o markaları itirərsənsə, o toz dumanın içindən ayağa qalxan şəxs əslində kim olacaq? Geriyə nə qalacaq? Sən o əşyalar olmadan bir heçsən, yoxsa bəlkə də o şüşəni qıran zərbə səni ilk dəfə həqiqətən azad edəcək? Sən öz həyatının sahibisən, yoxsa sadəcə qüsursuz bir kölə? Düşünməyə dəyər. Həqiqətən də. Hələlik, bizim bu qeydlər arasındakı dərin baxışımız burada yekunlaşır, amma sənin öz sualların yəqin ki elə indicə başlayır. Özünə və o heç vaxt görmədiyin həqiqi tərəflərinə yaxşı bax.